Cəlilabad şəhərindəki Bayraq meydanındakı vəziyyətlə bağlı dünən Bir Xəbər medianın efirində yayımlanan tənqidi video süjetdən sonra rayon icra hakimiyyəti məsələyə rəsmi münasibət bildirib. İcra strukturu tərəfindən Bir Xəbər mediaya ünvanlanan rəsmi cavab məktubunda ərazidə aparılacaq işlərin hüquqi təfərrüatı, satın alma prosedurları və konkret tarixlər açıqlanıb. Rəsmi sənəddə qeyd olunur ki, cari il ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsinin təmin edilməsi məqsədi ilə Cəlilabad şəhəri ərazisində ayrı-ayrı istiqamət üzrə işlərin görülməsi nəzərdə tutulub. Bu prioritet istiqamətlərdən biri də məhz Bayraq meydanının əsaslı təmiri və abadlaşdırılmasıdır. Bayraq meydanının əsaslı təmiri və abadlaşdırılması istiqaməti üzrə rəsmi qüsur aktı hazırlanıb və artıq təsdiq edilib. Qüsur aktı əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq layihə smeta sənədlərinin hazırlanması ilə bağlı rəsmi satın alma proseduru həyata keçirilib. Satın alma nəticəsində müəyyən olunan qalib podraçı şirkətlə dövlət satın almaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq rəsmi müqavilədə bağlanılıb. İcra hakimiyyətindən daxil olan məlumatda da vurğulanır ki, sözgedən layihənin həyata keçirilməsi cari ilin əvvəlindən etibarən qurumun prioritet məsələlərindən biri olub. Hazırda əsaslı təmir işlərinin rəsmən başlanması üçün tələb olunan zəruri sənədləşmə prosesi artıq son mərhələdədir. Müvafiq dövlət ekspertizası rəyinin alınmasından dərhal sonra Bayraq meydanında əsaslı təmir və abadlıq işlərinə ən qısa müddətdə başlanılması təmin ediləcək deyə açıqlamada qeyd olunur. Bir Xəbər media olaraq mövzunu diqqətdə saxlamağa, rəsmi sənəddə qeyd olunan təmir işlərinin vəd edilən vaxtda başlayıb başlamayacağını izləməyə davam edəcəyik. Sevindirici haldır ki, Bayraq meydanının baxımsızlıqdan xarabalığa çevrilməsini əks etdirən video material yayımlandıqdan sonra medianın və ictimai nəzarətin gücü sayəsində yerli rəhbərlik problemin mövcudluğunu qəbul edərək dərhal icraatına başlayıb.